Dərin venaların trombozu çox dəhşətli, ağır fəsadlara gətirə biləcək bir xəstəlikdir. Bunun ən qorxulu fəsadı nədir? Həyat üçün təhlükəli olan ağciyər arteriyasının trombemboliyası, yəni ani ölümə səbəb ola bilər. Ona görə də bu problemə, bu məsələ çox ciddi yanaşmaq lazım. Dərin venaların trombozu aşağı ətrafların dərin venalarında olan trombotik prosesdir, yəni trombun yaranmasıdır. Aşağı ətraf venaları 3 qrupa bölünür. Dərin, səthi və onları birləşdirən kommunikant venalar. Təbii ki, əsas daşıyıcı, əsas yükü götürən, əsas işi aparan venalar məhz dərin venalardır. Yəni aşağı ətrafdan qanın daşınmasında, ürəyə doğru çatdırılmasında dərin venaların işi təxminən 90% təşkil edir. Və burada trombozun yaranması təbii ki, ayağın taleyində böyük rol oynayır. Dərin venaların trombozunda əsas əlamət nədir? Ayağın şişməsi, ayağın göyərməsi, kəskin ağrılar, ağrılar bəzən dözülməz olur və ya da ola bilər bəzən ağrı olması. Məsələn, baldırın dərin venalarında ola bilər ki, tromboz olsun, amma ağrı olmasın. Yəni ən çox rast gəldiyimiz əlamət, daha stabil əlamət bu nədir? Ödemin olması, yəni şişkinliyin əmələ gəlməsi. Ən çox bunun yaranmasına səbəb olan 3 faktor var. Venoz durğunluq, venoz qanın normal işləməməsi, damarların divarının intimasının zədələnməsi və təbii ki, bir də qanın laxtalanma sistemindəki olan dəyişiklik. Yəni hiperkoagülyasiya sindrom deyirik, laxtalanmanın tromboza doğru meylləşməsi. Bunun diaqnostikası bu gün rahatdır. Təbii ki, əgər xəstələr vaxtında müraciət edirsə, biz onu çox erkən diaqnoz qoya bilirik. Bunun üçün ən çox istifadə etdiyimiz metod təbii ki, Doppler effektinə əsaslanmış olan metoddur. Bu metoddan biz istifadə edirik, vaxtında diaqnoz qoyuluq. Bəzi hallarda biz cərrahi müalicədə başlaya bilərik. Bu vəziyyətdən asılı olaraq hərəkət olunur və xəstələr bu bəladan qurtara bilir. Dərin venaların trombozunun düzgün müalicə olunmaması, vaxtında müalicə olunmaması ona biganəlik bir qayda olaraq posttrombotik xəstəlik deyilən bir vəziyyətin yaranmasına gətirir ki, bu da ayaqda çox ciddi problemlərlə qurtarır. Posttrombotik sindromun bugün dünyada radikal müalicəsi demək olar ki, yoxdur. Bunu biləsiniz və ona görə də xahiş edirəm, bu bəladan qurtarmaq üçün vaxtında müraciət edin. Çünki posttrombotik sindromda ayaqda xoralar yaranır, trafiki xoralar, uzun müddət sağalmayan, ekzema, lipodermatoskleroz və s. sadalamaqla qutaran deyil və bunların da bəzən hətta gətirib ayağın amputasiyasına da çıxara bilər. Ona görə də bu məsələdə ayaqda şişkinlik varsa, qəflətən xüsusilə bu əmələ gəlirsə, hökmən damar cərrahına müraciət eləyin.